Necə oldu Birgə və Sağlam İctimai Birliyi yarandı? Birgə və Sağlam İctimai Birliyi əslində 15 ilə yaxındır fəaliyyət göstərir və onun bir tarixçəsi və bir hekayəsi var. Oğlum Həmzə autizmi olan bir gəncdir, 22 yaşındadır və mən məsələ onun vasitəsilə bir yola qoyuldum və o yolun adı autizm yolçuluğu adlandırıldı. Çünki Həmzə autizm diaqnozu aldıqdan sonra biz ümumiyyətlə ölkəmizdə onun inkişafı ilə bağlı heç bir müraciət edəcəyimiz mərkəz yox idi. Bir ideya ilə İctimai Birlik və Qeyri-Hökumət Təşkilatı qurma qərarına gəldik. Və bu Birgə və Sağlam İctimai Birliyi artıq 15 ilə yaxındır ki, neyromüxtəlifliyi olan insanlara, autizmi olan şəxslərə və onların ailələrinə dəstək olur və eyni zamanda da ölkəmizdə yerli, beynəlxalq bir çox layihələrə imza ataraq cəmiyyəti daha çox inklüzivliklə bağlı, neyromüxtəlifliklə bağlı maarifləndirməyə çalışır. YouTube kanalımıza abunə olun.